Şəhid övladları üçün Şamaxıda təşkil olunan Yaşat Yay düşərgəsinin artıq 5-ci həftəsi başlayıb. Əməkdaşımız Həmidə xanım Ağayeva düşərgədən ən son məlumatları bizimlə birbaşa bağlantıda bölüşəcək. Hər vaxtın xeyir Həmidə xanım. Uşaqların istirahəti necə keçir? Buyur eşidirsən. Hər vaxtınız xeyir. Bəli, Yaşat düşərgəsinin artıq 5-ci həftəsindəyik. Bu həftənin də proqramı ötən həftələrdə olduğu kimi olduqca maraqlı və zəngindir. Düşərgənin də əsas məqsədi uşaqların asudə vaxtlarını əyləncəli və öyrədici formada keçirilməsi üçün nəzərdə tutulub. Bugünün proqramı haqqında bizə daha ətraflı məlumatı Yaşat Fondunun nümayəndəsi Nuranə Babayeva verəcək. Buyurun Nuranə xanım. Yaşat düşərgəsinin artıq 5-ci həftəsinə start verdik. Bugünədək artıq 218 uşaq düşərgəmizi ziyarət edib. Bugün kifayət qədər məhsuldar gün olacaq deyə düşünürük. Gün səhər idmanı ilə başladı. Gördüyünüz kimi hazırda psixoloqlarla görüşdük ki, psixoloqlar uşaqların komanda qurmaq və ünsiyyət bacarığının inkişafı üstündə işləyirlər və arkada bir rəy qutusu qoyublar ki, ora yalnız müsbət rəylər atılmalıdır. Gün sonunda o qutular açılacaq. Günün davamında peşəkar rəqqas Lazım Ağayev öz komandası ilə burada olacaq və uşaqlara rəqs üzrə ustad dərsləri keçəcəklər. Günün əsas görüşü kimi biz Dövlət İmtahan Mərkəzinin rəhbərinin düşərgəyə qonaq olmağını bildirə bilərik ki, bilirsiniz, uşaqlar artıq bir neçə ildən sonra abituriyent olacaqlar və onlar düzgün peşə seçimi necə olmalıdır, onları maraqlandıran bir çox suallar var təhsil istiqamətində də. Bu sualların hamısını Məleykə xanıma yönləndirəcəklər. Gün sonunda isə sözsüz ki, masaüstü oyunlarla və asudə vaxtla bugünkü gün yekunlaşacaq. Təşəkkür edirik. Bəli, qeyd etdiyimiz kimi proqram olduqca zəngin və maraqlıdır. Biz də öz növbəmizdə ASTV xəbərin növbəti buraxılışlarında sizə daha ətraflı məlumat verməyə çalışacağıq. Bizdən hələlik bu qədər. Söz yenidən sizdədir. Təşəkkür edirəm ətraflı məlumat.